Binə qəsəbəsində bir yol iki qonşu arasında demək olar ki, ölüm dirim məsələsinə çevrilib. TV Müsavata müraciət edən qəsəbə sakini Abdullayev Alış Məmmədoğlu bildirir ki, qonşusu həyətin küçəyə çıxışından istifadə etməyə imkan vermir. Onun sözlərinə görə qonşusu həmin yolun onlara məxsus olduğunu iddia eləyir. Abdullayev ailəsi isə evlərinin başqa çıxışı olmadığını deyərək çarəsiz vəziyyətdə qaldıqlarını bildirir. Bir neçə ildir mən burada yaşayıram, mənim evimdir, eşiyimdir bura. Bir neçə ildir bu yoldan istifadə biz eləmişik, bu yoldan gəlib getmişim. Mənim qonşum, bu qonşum mənə icazə vermir bu yolumdan keçmək. 2 ildir bizi gündə sürüb çıxır, orada ailəmi təhqir edir, uşaqlarımı təhqir edir. Bir şəhid qardaşı olaraq müraciət edirəm ki, mənim işimə baxılsın. Çünki biz çox əziyyət çəkirik. Mənim atam, anam, ölənlərim söyülür burada bu yoldan keçəndə. İmkan vermir. Hər gün çıxır, uşağım məktəbə gedə bilmir. Öz qapımıza suyumuz gəlib qapımızın ağzına su gətirə bilmir, suyumuzu çəkə bilmir. Adi qonşulardan su daşıyır, onu da çıxıb müdaxilə edir. Bu evə də tikiləndən də biz heç bir problemlə yaşamamışıq. Bütün materialım, daşım hamısı bu yolla gəlib gedib. İndi 2 ildir çıxıb bizi Neçə ildir bu evdə yaşayırsınız? Bu evdə biz 8 ildir biz bu evdə yaşayırıq. Səhər burada ölüm də ola bilər. Uşağıma daşa basır, ailəmi daşa basır, ailəmin ürəyi gedir burada. O qədər təkranlıq sözlərdir ki, ailəmin burada ürəyi gedir. Yəni pis vəziyyət, çox pis vəziyyətdəyik. Yəni ki, bir mümkün dərəcədə bizə yol versinlər, yolumuzu gəlsinlər, bərpa eləsinlər. Ailə məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinə və digər aidiyyatı qurumlara da müraciət etdiyini deyir. Lakin onların sözlərinə görə problemin həlli hələ də tapılmayıb. Bələdiyyəyə də verilib, icra nümayəndəsinə də verilib, kənd sovetinə də verilib. Hamısı gəlib bu yerə baxıb. Bu yerdə də olublar, hamısı olublar bu yerdə də. Baxıblar, deyiblər küçədir, bura yoldur, bura sənindir. Amma ki, qarşılıqda bir şey görmürük. Yəni hər gün eyni şeylərlə biz qarşılaşırıq. İşə gedə bilmirəm. Yəni uşağım məktəbə gedə bilmir. Çətindir, vəziyyətimiz çox çətindir. Zaborumuz söküb oranı, zaboru söküb mənə təkranlıq sözlər. Hər gün da nə qalır sögüşlər verir. Ailəmə elə, uşağıma elə. Bir oğlum da əsgərdir. Mənim əsgər oğluma qarğışlar çəkir. Quranı götürür, Quranla mənim oğluma qarğışlar çəkir. Mən də bir ata olaraq, bir şəhid qardaşı olaraq sizdən xahiş edirəm, mənim işimə baxılsın, bu yolumu da mənim mənə ya buradan yol verilsin, ya samolyot alıb versin. Axır ki, mən bir evimə gediş-gəlişim olsun. Abdullayev bildirir ki, məsələ ilə bağlı Xəzər rayon məhkəməsinə də müraciət edib. Amma iddiasına görə artıq 2 ildir ki, proses uzadılır və o süründürməçiliklə üzləşir. Məhkəmənin qərarı hələ bir, nə bilim, hər dönə deyib, bu ayın o sayda, hər dönə belənsə gedib. Axırda da bizə deyib ki, məhkəmə olub ki, məhkəmədən də bir qərar verməyib, sizə bir 10 gün, 15 günə məlumat verəcək. Hələ bir məlumatımız yoxdur. Biz də evimizdən çölə çıxa bilmirik. Nə işə gedə bilərim, nə işə heç acımızdan da acır, bu evdə çıxa bilmir. Qonşunun əlindən çıxa bilmirik çölə. Bilmirik, vallahi söküb olan deyib, bura mənimdir. Deyəm, sənindirsə yaxşı, bu divar 30 ildir bu divar qoyulub burada. Bu 30 il ərzində sən bu divar sənindirsə, bu torpaq sənindirsə, niyə zəbt eləmədin? Mən də gəlib evimi alıb tikməzdim. Mən əziyyətlə, dillətlə manat yığıb evimi tikmişəm. İndi çıxıb deyəndən deyir ki, bura mənimdir. Bu necə oldu? 30 ildən sonra sənin oldu. Sual da verəndə deyir, Qarabağımız 30 ilə həll olundu, mən də indi həll edeyim. Bu sözü bizə deyir. Bu həmişə də bu sözləri bizə, təkrarlanıb sözlərlə bu sözləri bizə deyir. Ailəyə problem yaradan həmin qonşu ilə də danışmağa cəhd etdik. Lakin o suallarımıza cavab verməkdən yayındı və yenidən qonşuya qarşı həqarətli ifadələr işlətməyə başladı. Mənim 4 sot torpağı sahəm var. 3 dənə getimin arasında böləndə heç bir sot eləmir. Mən onu tanımıram, mən yer satmamışam, mən onu tanımıram. Çıxın gedin mənim həyətimdən. Onun həyəti yoxdur burada, xanım. O məndən yer almayıb. O gedib sevincdən alıb. Onun qapısı da var, küçəsi var. O getirib küçəni bağlayıb, hasarı bağlayıb, küçəsi var orada. Qonşumuz deyir ki, yolumuz burdandır. Bizim baxın burada camaatın həyətləridir, evləridir. Yəni evlər hamısı sökənib buradan. Mən baxın buradan görün mənim yolum var. Qabaqdan qonşu deyir ki, arxadan onun yolu var. Baxın buradan yolum varsa gəlsin dövlət mənə buradan yol versin. Mən də rahat keçim gedim gəlim. Burada mənim yolum yoxdur. Qonşunun camaatının həyətidir. Qonşuların həyətləridir yolu. Mənim əsl yolum oradır. Qanuni yolum oradır. Küçəm oradır. Məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi Ərəstun Əliyevlə də əlaqə saxladıq və vəziyyəti öyrənməyə çalışdıq. Burada jurnalistlər də var idi. Dedim elə gələrsiniz siz də. Jurnalistə bizə heç bir aidiyyəti yox. Jurnalist varsa əgər qoy onlar fikirləri yazsınlar. Yox. Burada nə var ki?
Jurnalistlərin qəsəbədə olduğunu öyrənən icra nümayəndəsi qısa müddət sonra əraziyə gəldi. Lakin çəkiliş qrupumuzu görən kimi həm icra nümayəndəsi, həm də qonşu çəkilişə etiraz etdilər. Nə çəkirsən? Qardaş, çıx get də. Sən gəlmirsən 5 manat pula görə çək. Deyirəm ki, məsələ həlləmə var, həlləmə istəmirsən məsələni. Siz həll eləməni istəyirsiniz. Dəfələrlə məhkəməyə müraciət eləmişsən, məhkəmə qərar çıxardı. O zaman mən də gəldim, insanlığıma saldım, gəldim də. Sən çəkirsən, get çək onda. Məndən torpaq qalmışsan, Mən çağırım, həll elə. nə istəyirsən? Allah'tan bu. Çək də, müsavat, müsavat. Yığışdır, mənim əlimi öldürürsən, bax qoyan gibi. Mən özüm də müsavat. Yığışdır, mən oğlum, çəkil buradan, çəkilişmək istəmirəm. İcazə vermirəm, sən necə yıxılamazsan? Kameraya danışmaq istəməsə də icra nümayəndəsi ailəyə problemin həlli üçün kömək edəcəyinə söz verdi. Biz də bu sözün reallaşacağına ümid edərək ərazini tərk etdik.